Müharibənin başlanması. Tağı Misgərha 1980-ci il sentyabr ayının 22-si idi. İbrahimi qardaşı ilə birgə gördüm. Harasa daşınırdılar. Salamlaşıb dedim. Bugün Qasim bir maşın əşya ilə Kürdistana gedir. Biz də onunla gedəcəyik. Təəccüblə soruşdu. Nə olub ki? Yenidən döyüş başlaya bilər. Yaxşı, başlasa mən də gələrəm. Həmin gün günorta İraq təyyarələri ölkəmizə hücum etdi. Və müharibə başlandı. Hamı küçədə göyə baxırdı. Günortadan sonra saat 4-də küçədə idik. Qasim təşəkkürü ərzaq dolu bir yük avtomobili ilə gəldi. Əli Xürrəmdil də oradaydı. Mən də maşına mindim. Yola düşmək istəyəndə İbrahim də gəlib maşına mindi. Dadaş İbrahim, məgər siz köçmürdünüz? Əşyaları yeni evə qoyub gəldim. Müharibənin ikinci günü günortadan qabaq çox çətinliklə və bir neçə torpaq yoldan keçib Sərpol Zəbaha çatdıq. Heç kim gözlərinə inanmırdı. Əhali dəstə-dəstə şəhərdən qaçırdı. Şəhərdən raket və bomba səsləri gəlirdi. Nə edəcəyimizi bilmirdik. Şəhərin girişində bir döngədən keçdik. Korpusun uşaqları uzaqdan bizə əl yelləyirdilər. Dedim, Qasim, uşaqlar işarə verirlər ki, tez gəlin. Birdən İbrahim dedi, oraya baxın. İraq tankları təpənin üstündə aydın görünürdü. Dayanmadan atəş açırdılar. Maşının yaxınlığına bir neçə mərmi düşdü, amma Allaha şükür ki, salamat qurtardıq. Döngədən keçdik. Bizə əl yelləyən döyüşçü yaxınlaşıb dedi, siz kimsiniz? Mən işarə ilə deyirdim ki, gəlməyin. Sizsə qaza bastınız. Qasim soruşdu. Burada nə olub? Komandir kimdir? Həmin döyüşçü cavab verdi. Ağa Bürücerdir. Şəhərdə uşaqların yanındadır. Bugün səhər İraqlılar şəhərin çoxunu tutmuşdular. Uşaqların əks hücumundan sonra geri çəkildilər. Yolumuzu davam etdirib şəhərə girdik. Maşını təhlükəsiz bir yerdə saxladıq. Qasim orada 2 rükət namaz qıldı. İbrahim yaxınlaşıb təəccüblə soruşdu. Qasim, bu nə namazı idi? Qasim də soyuqqanlıqla dedi. Kürdistanda İslam və inqilab düşmənləri ilə vuruşanda həmişə Allahdan istəyirdim ki, əsir düşməyim və əlil olmayım. Bu dəfə isə istədim ki, mənə şəhadət nəsib etsin. Daha dünyaya dözə bilmirəm. İbrahim onu çox diqqətlə dinləyirdi. Sonra birlikdə Məhəmməd Bürücerdinin yanına getdik. O, Qasimi tanıyırdı. Gəlişimizə çox sevindi. Bir qədər danışandan sonra bir yeri göstərib dedi. 2 batalyon əskər o tərəfə getdi. Komandirlər yoxdur. Qasimcan, gör onları şəhərə gətirə bilirsənmi? Birlikdə yola düşdük. Ora əskərlə dolu idi. Hamısı silahlı və hazırlıqlı idi. Amma çox qorxurdular. İraq tərəfdən belə bir hücuma hazır deyildilər. Qasimlə İbrahim gedib onlarla danışdılar. Onlara elə sözlər dedilər ki, çoxu qeyrətə gəldi. Axırda da dedilər, kim mərddir, qeyrəti varsa və namusunun düşmən əlinə keçməsini istəmirsə, bizimlə gəlsin. Bu söhbətdən sonra əskərlərin təxminən hamısı yola düşdü. Şəhərə qayıdıb səngər hazırlamaya başladıq. Əskərlərin bir neçəsi dedi ki, bizim 106 kalibrli toplarımız da var. Qasim yaxşı bir yer tapdı. Topları oraya apardıq. Və atəş açmağa başladılar. Bir neçə mərmidən sonra İraq tankları geri çəkilib mövqeləri boşaltdılar. Uşaqlarımız bundan ruhlandılar. Müharibənin ikinci gününün qürub çağı idi. Qasim əskərlərin səngərinin yaxınlığında bir ev tapıb qərargah etdi. Sonra mənə dedi, İbrahimə de gəlsin, təvəssül duası oxuyaq. Çərşənbə axşamı idi. Mən aralanandan sonra birdən evin önünə bir mərmi düşdü. Öz-özümə dedim, Allaha şükür ki, Qasim otağa girib. Bu fikirlə geri qayıtdım.
İbrahim də partlayışın səsini eşidib cəld bizim yanımıza gəldi. Otağa girəndə gözlərimizə inanmadıq. Mərci boyda bir qəlpə pəncərədən keçib düz Qasimin sinəsinə dəymişdi. Qasim namaz qıldığı halda arzusuna qovuşmuşdu. Məhəmməd bu rüzgarda xəbəri eşidəndə çox narahat oldu. Həmin axşam Qasimin cənazəsinin yanında təvəssül duası oxuduq. Ertəsi gün isə cəsədini Tehrana yola saldıq. Bir gündən sonra qərargahda bizə silah anbarına baxmaq tapşırıldı. Təxminən silahla dolu bir məktəbi təhvil aldıq. Bir gün orada qaldıq. Təhlükəli olduğuna görə silah sursatı şəhərdən çıxartdılar. İbrahim zarafatla deyirdi: "Uşaqlar, burada Allahı çox xatırlayın. Çünki bir raket düşsə bizdən heç nə qalmayacaq." Silah anbarı boşalandan sonra döyüş yerinə yollandıq. Sərpol Zəhabın qərbində səngərlər düzəldilmişdi. Şəxsi heyətə Əsğər Vüsali və Əli Qurbani kimi bir neçə təlim keçmiş komandir başçılıq edirdi. Pavə bölgəsində onların Qırmızı Dəsmallılar adlı bir partizan dəstələri vardı. Həmin dəstə ilə birgə Sərpola gəlmişdilər. Şəhərdə gəzəndə dostlarımızdan bir neçəsini tapdıq. Məhəmməd Şəhrudi, Məcid Fəridvənd və s. Onlarla birlikdə təmas xəttinə getdik. Təpənin başındakı səngərdə bizə dedilər: "Qarşıdakı təpədə bizimlə düşmən arasında döyüş gedir. Digər təpələrdə də İraqlılar yerləşiblər." Bir neçə dəqiqədən sonra uzaqdan bir İraq əskəri göründü. Hamı ateş açmağa başladı. İbrahim qışqırdı: "Nə edirsiniz? Patronları bitirdiniz." Uşaqların hamısı dayandı. İbrahim bir müddət Kürdistanda olmuş və yaxşı hərbi təlim keçmişdi. O dedi: "Gözləyin. Düşmən yaxınlaşsın. Daha sonra ateş açarsınız." Bu zaman İraqlılar təpənin aşağısından ateş açmağa başladılar. Üstümüzə dayanmadan raket və mərmi yağırdı. Sonra da bizim səngərlərimizə doğru gəlməyə başladılar. Əllərinə ilk dəfə silah götürmüş döyüşçülər bunu görüb arxadakı səngərlərə qaçdılar. Onlar çox qorxmuşdular. Komandir qışqırdı: "Dayanın, qorxmayın." Bir qədər sonra düşmənin ateş səsi azaldı. Səngərin bayırına baxırdım. Onlar bizə çox yaxınlaşmışdılar. Birdən İbrahim dostlarımızdan bir neçəsi ilə birgə düşmənlərə hücum etdi. Onlar səngərdən bayıra qaça-qaça qışqırırdılar: "Allahu Akbar." Bir neçə dəqiqə ərzində bir neçə İraqlı öldürüldü. 11-i əsir götürüldü, qalanı isə qaçdı. İbrahim tez onları şəhərə apardı. İbrahimin bu hərəkətindən bütün uşaqlar ruhlandılar. Bir neçə nəfər tez-tez əsirlərin fotosunu çəkirdi. Bəziləri də İbrahimlə yadigar şəkil çəkdirirdilər. Bir saatdan sonra Sərpol şəhərinə girdik. Orada öyrəndik ki, yol bağlı olduğundan Qasimin cəsədi hələ qarnizonda qalıb. Biz də yola düşdük və müharibənin 5-ci günündə Qasimin cəsədini öz avtomobili ilə Tehrana gətirdik. Tehranda izdihamlı dəfn mərasimi keçirildi və müqəddəs müdafiənin ilk şəhidi torpağa tapşırıldı. Dəfnə çoxlu adam gəlmişdi. Əli Xürrəmdil ucadan oxuyurdu: "Ey şəhid komandirim, yolun davam edəcək."